Bunlar akustik sahibi. Bəli, bəli. Bunlar akustik damısı. Qiymət ümumiyyətlə 450 manatdan başlayır. Hamısı fərqlənir. Burada material bu plastik gedir, taxta gedir. Yox, taxtadır, dikdir. Misal deyək Ən olsa. ucuzu 50 manat deyək. LED ekranlardır, bildiyiniz kimi panellərdən yığınır. Bəli, dəri üzlü qavallar var, sadə üzlülər var. Xanəndələr və ən çox satılan alət, musiqi aləti olaraq bu keçir. İl ərzində bundan 3 milyon ədəd satılır. Daha sonra kamançadır, tarlardır. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bu gün sizlər üçün növbəti toplantıcı mağazadan detallı video çəkirik ki, biraz fərqli sahədir. Ara bir bizdən soruşurdular bununla bağlı musiqi alətləri. Toplantısı həmçinin burada digər səs sistemləridir, işıq sistemləridir. Səhnə avadanlıqlarında satışı da mövcuddur ki, özümlə müəyyən suallar hazırlamışam. Əməkdaşla, mağaza əməkdaşları ilə bir yerdə inşallah mənə maraqlı olan, həm də izləyicilərə ümumi maraqlı olacaq sualları hazırlamışam ki, inşallah sizinlə bir yerdə indi keçib içəridə detallı məhsullarla daha yaxından tanış eləyəcəm. Mağaza ünvanını qeyd edeyim ki, harada yerləşir, rahat şəkildə tapa biləsiniz. Gördüyünüz kimi Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisi, korpus 31, mağaza nömrəsi 2, mağaza adı Ümid Musiqi Alətləri. İndi isə keçib ümumi olaraq mağazada hansı məhsullar var, hansı musiqi alətləri var, digər səs sistemləridir, səhnə avadanlıqlarıdır, bütün bunları ümumi olaraq hamısından sizi bir-bir göstərəcəyik. Hansının qiymətini deyə biliriksə, nümunə olaraq da bir neçəsində sizlərə qiymətini deməyə çalışacağım. Videoya keçməzdən öncə də səhifəmizə, kanalımıza abunə olmağı unutmayın və ətrafınızda musiqi həvəskarı varsa, musiqi alətlərindən istifadə edən dostlarınız, tanışlarınız varsa da bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb faydalansınlar. Birinci əl ixalçı mağazadan daha uyğun qiymətlərlə əldə edə bilsinlər. İlk olaraq, ümumi olaraq gördüyünüz kimi mağazadan girişdə, sağda və sol hissədə musiqi alətləridir ki, burada fortepianolardır, pianolarda elektrik pianolardır, daha sonra zərb alətləridir, zərb alətlərinin həm milli nağara, qoşa nağara, həmçinin də xarici, elektro və sadə olmaqla zərb alətləridir. Daha sonra bu tərəfdə milli alətlər dedikdə kamançadır, sazlardır, daha sonra tardır. Daha sonra gitaralardır ki, gitaralarında həm sadə, həmçinin də elektro növləri var. Daha sonra qavallardır. Demək olar ki, bütün tamamadi istifadə olunan professional, həmçinin də həvəskarlar üçün nəzərdə tutulmuş çalğı alətləri var ki, indi inşallah bir yerdə başlayaraq mağazanın girişindən fortepianolardan, pianolardan başlayaraq sizlərə ümumi olaraq məlumat verməyə çalışacağıq. Kimlər ki, yenə də daha sonra isə keçəcəyik daha işıq sistemləridir, səhnə sistemləridir, səs sistemləridir. Bunlar haqqında da məlumat verəcək. Kimlər ki, tədbir təşkilatçılığı ilə məşğuldur və yaxud da eventlərini təşkil edir, restoran, kafe shoplar, ümumi olaraq səs sistemləri, bu kimi məhsullar harada lazımdırsa, o həmin şirkətlər və s. rahat şəkildə gəlib bu toplantıcı ixalçı mağazadan əldə edə bilərlər. İndi isə keçək, inşallah oradan başlayaraq fortepiano, pianonun hansı növləridir, nədir? Ümumi olaraq sizlərə daha detallı mağaza əməkdaşı ilə bir yerdə məlumat verək. İndi isə yenə başlayırıq. Mağaza əməkdaşı Kamran bəy bizə hazırladığımız sualları və ümumi olaraq məhsulları daha detallı sizlər üçün məlumat verək. Xoş gördük. Xoş gəldiniz. Çox sağ olun, vaxt ayırdınız. Ümumi olaraq bizə də bu məhsullara tanıtımda dəstək üçün. Və hazırladığımız suallardan ilki budur ki, mağazada neçə cür alət, musiqi aləti var və ən çox satılan, tələbat olan ki, mütəmadi olaraq həftədə bu məhsullardan 5-10 dənəsi misal üçün satılır. Musiqi alətlə tələbat çoxdur daha doğrusu. Ən çox satdığımız məhsullar pianolarımızdır. Bəli. 2 ildə rəsmi qarantiya var bizim pianolara. Sonra udarniklərimiz var, zərb alətləri, akustiki var, elektron var, gitaralarımız var, milli musiqi alətlərimizin hamısı var. Nağarası olsun, tarı, kamançası, sazı hamısı var. Bunların hər birinin bir belə deyim, alət kimi saysaq, ümumilikdə 50-dən çox çeşid var. 50-dən çox çeşid var. Bəli. 50-dən çox çeşid var mağazada. Ən çox istifadə olunan, tələbat olan, mütəmadi satılan alətlərdir. Pianolardır, gitaralardır, tar, kamança, saz. Hər birinin də elektron və akustik olmaqla iki çeşidləri var. Bunlar akustik sayılır. Bəli. Bunlar akustik damısı. Bunlar akustik, bunlar isə elektronlardır. Akustiklərin qiymət olaraq ümumiyyətlə qiymət misal deyəsi olsaq, qiymət ümumiyyətlə 450 manatdan başlayır. Pianolarda. Bəli. Pianolarda 450 manatdan başlayır. Nəyinə görə əsasən burada qiymət formalaşır? Səsinə görə, keyfiyyətinə görə, materialına görə. Yəni elə modellərimiz var, qapaqlı pianoda, elə modellərimiz var, qapaqsız pianolarda. Qapaqlı, qapaqsız, keyfiyyət, səslənmə. Keyfiyyət, səsləndirmə, markaya görə. Misal gətirsək məsələn, ən çox satılan modellərimiz royallardır. Sonra belə pianolarımız var. Piano həvəskarları, piano müəllimələri, tələbələri rahat şəkildə burada həmçinin rəng seçimləri də var. Bəli. Rəng seçimləri çoxdur. Mebelin rəngi, ağ rəngi, qara rəngi, qırmızı,
səhraya, bütün rənglərimiz Stokda var. bu rənglər var. Bəli, bütün hamısından. Mağazanın sosial şəbəkə ünvanları da var ki, rahat şəkildə oradan baxıb digər rənglər seçimə də baxa bilərsiniz. Həmçinin ən yaxşı hər dəfə deyirik ki, mağazaya bir dəfə gəlin, yerində, mağazada keyfiyyətindən, məhsulların keyfiyyətindən tanış olun. Ciddi almaq istəyənlər. Daha sonra isə Kamran bəy sizə rəngləri deyil, digər tövsiyələr baxımından hansını alsanız daha yaxşı olar, hansı daha keyfiyyətlidir və yaxud da büdcənizə görə hansı daha uyğun olar deyə bunları da sizlərin nəzərinizə çatdırırıq. Daha sonra mənim o qədər təcrübəm yoxdur. Bu alətlərdə önəmli olan məlumatlar nəyi bilməlidiriksə, izləyicilər baxımından nə demək önəmlidirsə, məsələn piano ilə onlarda dediniz səsdir. Daha sonra bunlarda köklənmə yoxdur da. Köklənmə məsələsi bunlarda. Elektron pianoların heç birində köklənməyə ehtiyac yoxdur. Köklənməyə ehtiyac yoxdur. Bunlarda funksiyalarına görə dəyişir, sintezator bəli. dediyimiz sintezator. Bunlardan fərqlidir də, düzdürmü? Sintezator başqadır, piano başqadır. Piano başqa. Sintezator, bu elektro pianolar onlar sintezator getmir. Xeyr. Hə, mən onları bir sayırdım. Yox, eynidir. Sintezator var bəs satışda. Sintezator da var, bəli. Burada indi var yoxsa? Sintezatorlarımız korobkada da hamısı orada. Çeşidlərimiz çoxdur. Hə, mən elektro pianolara sintezator bilirdim. Bunlar yəni sintezator getmir onda. Xeyr. Hə, mən bu modelləri sintezator bilirdim, bu elektronları. Hə, maraqlı. Növbəti göstərəcəyimiz gəlin burada zərb alətlərindən yenə aşağı və burada ikinci sualım budur ki, yeni başlayanlar və professionallar üçün alətlər fərqi var. Bəli. Burada baxın. Gəlin onları göstərək, yeni başlayanlar. Uşaqlar üçün olanlar var. Sonra belə uçevlilər var, öyrənmək üçün və professionallarımız var. Zərb alətlərinin bunlar nə gedir? Nə adı Udarnik. Nədir? Udarnik. Udarnik dəst, hə, seti. Bəli. Udarnik alətlərdir ki, deməli burada uşaqlar üçün olan kiçik ölçüdə olan çeşidləri var. Həvəskarlar üçün böyük və professionallar üçün daha fərqli və daha keyfiyyətli olan ölçüləri var ki, Mapex. Məsələn, üzərindən Mapex yazılıb, Mapex-dir, nə bilim, Starway-dır, Tamadır. Tanvadır. Yəqin ki, musiqiçilər özləri Esleydi, belə bir şey. Bu biraz şeylərlə Afrika filan tərzi deyəsən şeylərdə istifadə eləyirlər. Daha sonra bunların da elektron variantları var. Bu elektron variantlardakı elektronlar baha olur yoxsa digər bu akustiklər? Yox, qiymət ona görə dəyişmir. Hə. Qiymət səslənməyinə görə dəyişir, bəli. Keyfiyyətinə görə. Elə adam var elektron xoşlayır, eləsi var akustik. Bu Yamaha ən elə bil köhnə markalardandır. Bu bizim uşaqlığımızda bu Yamahaları var idi. Hə, Çevini sayılır. Bəli, bunların professionalları olur yoxsa? Professionalları olur. Bunlara qiymət misal versək olsaq, minimumları neçədən başlayır professionalların? 1000-dən yuxarıdır yoxsa? Yox, aşağısı da var, yuxarısı da var. Yəni istədiyiniz qiymət olaraq hamısının bir-bir qiymətini deməyə biraz səsləndirə bilmirik. Çünki elədir ki, qiymətlər dinamikdir, dəyişə bilir hər dəfə və bir də bazarda qiymət sirri məsələsi olduğuna görə açıq şəkildə bunu deyə bilmirik ki, topdan alıcılar var, pərakəndə alıcılar var. Onun üçün qiymət öyrənmək istəyənlər qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb rahat şəkildə Kamran bəydən bütün məhsulların qiymətlərini öyrənə bilərlər. Alıcılar, topdan qiymətlərindən, şəxsi istifadə üçün alanlar isə pərakəndə qiymətlərlə alışını eləyə bilərlər. Daha sonra keçirik növbəti milli alətlərimizdir ki, milli alətlərdən də demək olar ki, hamısı var. Bütün milli alətlər. Musiqi alətləri seçərkən bir də bu sualımız var ki, nələrə diqqət olunmalıdır? İstəyir simli olsun, piano olsun, zərb alətidir, keyfiyyətinə. Bəli, aləti götürən kimi bilinir. Səslənməyi zadı, simləri, materialı. Məsəl üçün, sazda özü çanaq. Bəli. Tut olur, qolu amma qoz ağacından olur. Tarda da elə olur həmçinin. Onlar niyə olmur? O, uşaqlar üçündür, uçevnilərdir. Böyüklər üçün olanlar da var. Yəni professionalları da var, uçevnilər də var. Daha sonra kamançadır. Bəli. Tarlardır. Tarların da fərqləri. Bəli, uçevnilərdir. Uçevnisi də var, professional da var, böyük balaca. Hamısını yerləşdirməmişik ki, mağazinin yeni olduğuna görə. Bunların elektronları da olur, sazların. Sazların bəli elektronları olur. Saz çeşidlərdə yenə də gördüyünüz kimi
kiçik ölçüdə uşaqlar üçün, nə bilim biraz gənclər üçün daha professional tar seçidiləridir. Bunların içərisində nədir? Onlar xarici musiqi alətləridir. Vitrinlərdə var. Hərbi orkestrlərə da lazım olan alətlər. Hə, o da Bəli. deyil. O mənim fikrimdən çıxmışdı. Hərbi orkestrlarda, sonra digər Bəli, orkestrlarda, bəli. onlarda da istifadə olunan Olunur. bütün çeşidləri var. Bəli, alətlər var. Gördüyünüz kimi, baxın mağazada bu şəkildə sifarişlər verildiyi halda regionlara, həmçinin Bakı və Bakı ətrafı ərazilərə də çatdırılmalar olunur ki, qutu şəklində də hazırda mağazada yığılmışını görəcəksiniz. Stok şəkildə də var və hazır bunlar da sifarişlərdir ki, siz də bu şəkildə mağazaya gələrək rahat şəkildə burada seçib sifarişinizi verib, sonra isə çatdırılmanı əldə edə bilirsiniz. Daha sonra burada digər zərb alətlərdir ki, burada da bunlar qoşa nağara gedir də, düzdür? Bəli, bəli. Qoşa nağaradır. Bunun adı nədir? Zərb. Digər belə bir zərblər var. Uşaqlar üçün olan nağara çeşidləridir. Həmçinin burada və irəlidə də elektron sintezator çeşidləri də var ki, onları da sizlərə inşallah göstərəcəyik. Və siz də hansı alətlərdə ifa etməyə bacarsınız, rəylərdə qeyd eləsəz yaxşı olar. Hansını sevirsiniz. Buradan etibarən isə divar boyunca gitaralardır. Gitaralarda həm akustik, həm də elektron Bəli, elektron var. Fərqlənir. Həmçinin Akustik elektron da var, sadə elektro gitaralarımız da var, ud da var, bəli. Ud da var. Fərqli sonra bunun adı nə idi? Ukulele. Ukulele. Ukulele var. Düzdür, mən tam olaraq bilmirəm nə üçündür. Elektro gitaralarımızdır. Elektro gitaralardır. Elektro akustik də var, elektro klassik gitaralarımız da var. Sonra siz dediyiniz harmonika musiqi aləti. Statistikaya görə araşdırma elədim mən də çəkilişdən gəlmədən öncə. Ən çox satılan alət musiqi aləti olaraq bu keçir. Statistika internetdə məlumatlarda il ərzində bundan 3 milyon ədəd satılır. Belə bir məlumat var statistik ki, il ərzində 3 milyon ədəd həmən bu harmoniya. Bəli. Ağız qarmonu. Bəli, bəli. Təəssüf ki, bunu biz istifadə edə bilmirik, amma baxanlar zəqin ki, bunun da növləri var. Bunlar nəyinə görə çeşidlər fərqlənir? Səs sayına görə, yoxsa? Bəli, bəli. Qiymətlər də ki, yəqin ki, hər qiymətə var bizdə. yəni elə bahalı şeydir, 10-15 manatdan başlar. Bəli, bəli, o bahalı bir deyil. Əgər bunu ifa etmək, öyrənmək də asandır olar, yoxsa? Asandır. Asandır. Bəli, bəli, asandır öyrənmək. Baxın belə, əgər övladınızın həvəsi varsa, hər hansı bir musiqiyə, yəni bundan da başlaya bilər. Həm qiymət baxımından ucuz olacaq, həmçində istifadə etməyi, öyrənməkdə daha az vaxt sərf olunur. Daha sonra bunlardan bir-ikisini götürüb yoxlaya bilərik. Düzdür, bacarmıram mən hələ ki. Nəyinsə bir... Və bunlarda nəyə fərqi var? Qiymətlər burada nəyə görə? Materialına baxın. Material. Bəli. Hamısı fərqlənir. Burada material, bu plastik gedir, taxta gedir? Yox, taxtadır, dikdir. Sadə dikdir. Sadə dikdir. Bəli. Və diklərinə görə fərqlənir. Bəli. Minimum qiymət ən ucuzu, misal deyək ən ucuzu 50 manat deyək. 50 manat. Bəli. Pərakəndə. Bəli, bəli. Sadə çeşidləri pərakəndə qiymətlə minimum 50 manatdan başlayır. Yenə də əsasən rol oynayan bu taxtasının materialıdır. Taxtasıdır, aşıqlarıdır, simləridir, xərəkləridir. Xərəklər. Bunlar qiymətə təsir edən amillərdəndir. Mənim əvvəl uşaqlıqda mənim babamdan qalma bir dənəsi var idi. Bir tar bir bundan qalmışdı. Yoxsa sonradan uşaq olanda dağıtdıq getdi. Ukulelelər, ukulele. Bunlar da öyrənmək asandır. Bunda da internetdən olan məlumatı 4-5 gün ərzində öyrənmək olur. Ud çeşidləridir və digər simli alət. Başqa simli alətlər misal olaraq desək nəyimiz olur? Kanyon, nə deyil ondan? Kanon. Kanon. Kanon qalmayıb hələ ki. Qalmayıb. Amma o varımızda olacaq. Daha sonra qavallardır. Bəli, dəri üzlü qavallar var, sadə üzlülər var. Xanəndələr. Elə xanəndələrdən başqa bu. Musiqi, müğənni, musiqiçilərdən mütəmadi olaraq yəqin ki, sizin də mağazadan alışlar eləyənlər olur. Bəli, bəli. Bildiyimiz, tanıdığımız musiqiçilər, məşhur musiqiçilərimiz də bu mağazanın elə müştəriləridir. Burada da öncə qeyd etdiyim sintezator çeşidlərinin, bunlar həvəskarlar üçün olanlardır. Bəli, həvəskarlar üçün. Professionallar üçün də var, həvəskarlar üçün də var. Amma bunlar həvəskarlar. Bəli, bəli, həvəskarlar üçün. Baxın, burada gördüyünüz
çeşidlər, qutuda olan çeşidlər həvəskarlar üçün olan sintezator çeşidlərdir. Amma bunların da professional çeşidləri var ki, sizə hansı lazımdırsa onu da əldə edə bilərsiniz. Büdcəniz qiyməti hansına gücü çatırsa. Buradan başlayaraq isə başlayır səs sistemlərinə aid məhsullar, çeşidlərdir ki, kolonkalar gedir, kolonka gedir də bunun. Səs gücləndiricilər, kolonka sistemləridir. Daha sonra onların səs gücləndirici aparatlarıdır ki, buradan idarə edə bilərsiniz səsi və s. Daha sonra burada mikrofonların aparaturasıdır, mikrofonların özüdür. Bunlar da təkli, cüt və s. olaraq qiyməti dəyişir. Baxın belə bu əsasən yardımçı şeylərdir də, belə arxada boş qalmasın deyə səsi verirlər. Burada yuxarıda bəzi digər zərb alətləri var. Toylarda onun adı nə gedir? Davul. Davul çeşidləri var. Toylarda son vaxtlar dəbdədir. Davulla gəlirlər. Daha sonra nağara çeşidləri də yenə bunlar professional gedir, hə? Yox, uç evində professionallardır. Obruslar professionallardır. Heyf ki, bacarmırıq, bir nəsə ifa eləyərdik. Daha sonra burada səs sistemlərinə aiddir. Bunlar nədən ötürülür belə? Bu stoyka da sintezator stoykasıdır. Sintezatorun stoykası. Demək, gördüyünüz kimi burada bir qism nümunə olaraq yığılıb işıqlandırma sisteminə aid, hansı ki, ən çox səhnələrdə, restoranlarda, şadlıq evlərində, coffee shoplarda, klublarda istifadə oluna bilər. Professional gedir bunlar, düzdür? Bəli, professional işıqlandırma sistemlərdir. Mütəmadi olaraq baxın bu şəkildə sizin məkanda fərqli, maraqlı atmosfer yaratmaq üçün istifadə edə bilərsiniz. Bunlar da fərqli formaları var, fərqli işıq, fərqli rənglərdə, nə bilim, fərqli formalarda, fərqli risunkalarda, teksturada vuran çeşidləri var ki, bunlar da minimum ən sadələri, prostoyların nümunə deyəsi olsa 250 manatdan başlayır. O da qeyd edilir ki, professionaldır. Yəni bir var, bu iqruşka və s. kimi yerlərdə satılır, adi işıq vuranları yox. Bunlar daha uzun müddət istifadə etməyə imkan verir ki, professionaldır. Daha çox sizə qulluq xidmət göstərə bilsin. Minimum olaraq qiymət sadə çeşidləri 250 manatdan başlayır. Yenə də istifadə edənlər bizdən daha yaxşı bilir. İndi biz sizə primitiv, minimum ibtidai məlumatları verə bilirik. Daha sonra isə keçək buradan digər. İndi isə keçirik səs sistemlərinə. Səs sistemlərində burada dinakordlar var. Musiqiçilər daha yaxşı bilir. İkinci versiya dinakordlar olur, üçüncü versiya olur, 10 kanal olur, 16 kanal olur. Yəni bütün saylarda da var. Bütün sayları var. Bəli, kolonka çeşidlərimiz də çoxdur. Kolonka çeşidlərdə ölçüsünə görə bəli, hələ ki vitrinə bir dənə qoymuşuq. Yəni çeşidlərimiz çoxdur. Ən kiçiyi bayaq orada göstərdiyim təxminən bu ölçüdədir. Bunların da professionalı və sadəsi var. Sadə və professional olmaqla dəyişir. Burada da yenə digər səhnə avadanlıqlardır ki, baxın arxada görürsünüz, havalandırma ilə bağlı, daha sonra köpük verən aparatlar var, açıq hava məkanlarında, nə bilim, plyajlarda istifadə olunan çeşidlərdir. Daha sonra baxın belə burada, bu da işıqdır, düzdürmü? Bəli. Daha uzaq vuran işıq sayılır bu, yoxsa? Bəli. Rəngli işıqdır. Yox, ağ rəydə vurur, uzaq məsafə. Uzaq vuran, baxın belə, ağ lupa deyək, zoom deyək, uzaq vuran işıqlar var. Daha sonra fərqli burada sərin ventilyator səhnələr üçün olan, daha sonra sadə çeşidlər var, professional çeşidləri var. Həmən köpük dediyim vuran sahillər, qarşıdan sezon mövsümü gəlir, Pena Show. Pena Show. Akvaparklardır, nə bilim, plyajlarda bu kimi istifadə olunur. Yəni istəyənlər buradan əldə edə bilər. Daha sonra ofislərdə, plazalarda, şirkətlərdə, nə bilim, marketlərdə, digər kiçik məkanlarda ümumi səs sistemləri var ki, kiçik səsləndirmə üçün fərqli otaqlarda, fon musiqilərdə istifadə olunur, koridorlarda və yaxud da hər hansı bir anons vermək üçün, geyim, paltar mağazalarda ola bilər. Bütün ağlınıza gələn bütün məkanlarda istifadə olunması. Baxın belə səs sistemləri də var ki, bunlar da fərqli burada da çeşidlər var, ölçüsünə görə fərqlənir. Daha sonra arxada səhnə avadanlıqlarının daşınmasında istifadə olunan çamadan çeşidlərdir. Ümumiyyətlə səhnə tərtibatına aid bütün demək olar ki, hər şey bu mağazada var. Ştativlərdir, ştativ deyək də, yəni musiqi alətlərinin üzərində saxlamaqdan ötürü fərqli burada çeşidlər var. Yenə də işıq çeşidlərinin burada öncə göstərdiyimiz fərqli yenə növləri var işıq çeşidlərinin. Həmçinin yenə də burada qeyd etmək istəyirik ki, əlavə olaraq LED ekranlardır.
bu şəkildə bildiyiniz kimi panellərdən yığınır. Sizlərin istədiyiniz ölçüyə uyğun olaraq həm çöl şəraiti üçün olan çeşidləri var, həmçinin məkan daxili olan çeşidləri var. Baxın, nümunə olaraq burada yığılıb, ayaqüstü olaraq təkərlə bir yerdə rahat şəkildə daşına da bilir, istədiyiniz yerlərdə fırlada bilirsiniz, apara bilirsiniz. Bunların da bir neçə fərqli çeşidləri var. Qiymət olaraq yığdırdığınız kvadratdan asılı olaraq qiymət dəyişəcək. Yenə də bununla bağlı da sualınız olarsa bu toptancı mağazadan rahat şəkildə bu məsələlərlə də bağlı əlaqə saxlaya bilərsiniz. Baxın, belə ən son videolar da yəqin ki qarşınıza çıxıb. Bu şəkildə ekranı çıxardırlar, filan taxırlar. Həmən eyni sistemlərdir ki, yenə də buradan bunlar da əldə eləyə biləcək. O xırda-xuruş, o aksesuarlar filan. Daha sonra digər, yenə səhnə tərtibatında musiqiçilər üçün lazım olacaq digər bütün aksesuarlar olsun, kabel çeşidləri olsun, ötürücülər olsun, digər bütün məhsulları sıfırdan əldə eləyə bilərsiniz. Sıfırdan bütün səhnə üçün lazım olacaq hər şeyi bu mağazadan tapmaq mümkündür. Həmçinin də musiqiçilər üçün olan alətlər də qeyd elədik. Səs sistemlərini qeyd elədik, işıq qeyd elədik. Mən bilən yaddan çıxan bir şey qalmadı. Xeyr. Maksimum ən tez bir vaxtda səthi olaraq üzdən gördüyümüz bütün məhsullar haqqında sizə məlumat verdik. Yenə bu işlə sırf professional şəkildə, ciddi şəkildə məşğul olmaq istəyənlər və yaxud da yeni bu işə başlamaq istəyənlər bu əşyaların icarəsi ilə məşğul ola bilərsiniz. Regionlarda misal olaraq, nə bilim, tədbirlərin, xınaların, toy nişanların, həyətlərdə təşkili işinə başlaya bilərsiniz. Bu kimi avadanlıqlar, yəni sıfırdan buradan tapa bilərsiniz. Həmçinin də şəxsi istifadə üçün musiqi alətləridir, digər nə bilim avadanlıqlardır. Bunları da bu toptancı, ixalçı, ən əsası odur ki, yenə də birinci əl ixalçı mağazadır ki, bunlar tərəfindən ölkəyə gətirilir və mağazalarına, şovrumlarına satışa həyata keçirilir. Bunun bir neçə filialları var. Hal-hazırda biz isə Abşeron Ticarət Mərkəzində olan filialdayıq ki, rahat şəkildə yolun kənarında yerləşir. Ünvanlarına, əlaqə nömrələrini sosial şəbəkə ünvanlarında videonun altında qeyd edirik ki, daha rahat şəkildə sualınız olarsa əlaqə saxlayıb konum ala bilərsiniz, suallarınıza cavab ala bilərsiniz. Bu qədər. Ətrafınızda bu işi görənlər varsa da, bu məhsulları axtaranlar varsa da bu videonu da həmin şəxslərlə paylaşaraq onların da tanımasında dəstək ola bilərsiniz. Kanala abunə olmağı, video bəyənməyi unutmayın. Növbəti vloqlarda görüşənə dək izlədiyiniz üçün təşəkkür.